Salam, hörmətli abituriyentlər, gələcəyin tələbələri. Bugün sizə qaldığımız mövzulardan trigonometriyanın axırıncı bölmə, trigonometriyanın nə mövzusunu izahını verəcək. 50 dənə sualdır, çalışdığımız qədər qısa yolların izahını verəcək. Ümumiyyətlə, bu trigonometriyanın dünəndə video izahında dediyim kimi bilmək üçün gərək düsturları mütləq biləsiz. Düstur bilməzsə trigonometriyanları yazmaq olmur. Ya variantla çıxartmalıyıq. Variantla çıxartmaq variantı bir-birinə o qədər oxşayır ki, məcbursan ki, düsturları biləsin. A-nın hansı qiymətlərinin deyir, sinüs x bərabər A təninin həlli var. Ümumiyyətlə, sinusun və kosinusun demişik ki, ən böyük və ən kiçik qiymətlər çoxdur. -1, 1 parçası. Ona görə 1'ə birbaşa A-nın yerinə nə olmalıdır? Ya 1 ola bilər, ya -1. 1'ə B. 2'də yenə 1 -1 olduğundan sağ tərəfdəki qiyməti 2A çıxar 1'i bir dəfə bərabərləşdirir -1'ə. 2A bərabərdir -1 üstə 1. 2A bərabər 0. A bərabər 0. 1'ə də 2A çıxar 1 bərabərdir 1'ə. 2A bərabərdir 1 plus 1. 2A bərabərdir 2'yə. A bərabərdir 1'ə. Qiymətlər çoxlu oldu. 0, 1 parçası. 2'yə C variantı. Keçək 3-cü suala. Sinüs x bərabər 2'də 1. Sinusun qaydası. Sinüs x bərabərdir A-da. X bərabərdir. Əgər A müsbət olarsa. -1 üstü n və ya k yazırlar. -1 üstü k. Arc sinüs A üstə gələ pi k. Yəni bu yazıya görə sinüs 2'də 1'i neçədə alır? -1 üstü n. Arc sinüs 2'də 1. Arc sinüs 2'də 1. Sinüsün 2'də 1'i aldığı qiymət. Pi bölək 6. Üstə gələk 2 pi n yox. Pi n. Üstüdə var pi k. Onun görə cavab C yox. E variantı. Biz sinüsdə -1 üstü n'i tapmalıyıq. 3'ə E. 4-cü sual. Sinüs x bərabərdir -kök 2. Burada isə belədir. Sinüs x bərabərdir A-da. A sıfırdan kiçik olanda. X bərabərdir -1 üstü n'i yox. Bu səfər n plus 1 axtarırıq. Arc sinüs A üstə gələ pi n. Yəni başqa pi k, pi n fərqi yoxdur. Biz -1 üstü n plus 1 axtarırıq. O da yalnız hansı variantda var? Yalnız E variantında var. Və sinüs kök 2'nin neçələri 60 dərəcə. Yəni pi bölü 3'də. Fikir verin, pi bölü 3'lər var variantlarda. Demək olar ki, bütün variantlarda var. Sadəcə mənfi söhbəti olanda düsturu bilmək lazım ki, düstura əsasını yazılır. 4'ə E. 5'də sinüs 0'ı neçədə alır? Sinüs 0'ı pi k. Və ya pi n. Sırf qaydadır. 5'ə B variantı. 6. Kosinüs kök 2 bölü 2. Kosinüs də necədir? Kosinüs x bərabərdir A-ya. A sıfırdan böyükdür. X bərabərdir. Plus minus yazılır. Qarşısına arc kosinüs A üstə gəlir 2 pi k. Demək biz kosinüsdə plus minus axtarırıq. Ona görə var A ilə D gedir, E gedir. Ya B'dir ya C'dir. Və kök 2 bölü 2 neçədə? Pi bölü 4'də və plus 2 pi k. Qaydaya əsasən 6'ya C variantı. 7. Kosinüsün mənfi olan aralığı. A sıfırdan kiçik olanda x bərabərdir. Plus minus pi çıxar arc kosinüs A. Arc kosinüs A plus 2 pi k. Demək yazarıq. Yəni x bərabər plus minus pi çıxar. Kosinüs 2'də 1 alır. Pi bölü 3'də. Yəni 60 dərəcədə. Onda o da bərabər plus minus. Pi'dən pi bölü 3 çıxanda 2 bölü 3. O da hansı variantdadır? B variantı 7'ye B. 8. Kosinüsü 1 aldı. Kosinüs 1'i alır 0 dərəcədə, bir də 360'da. 10 görə olur 2 pi n. 8'ədir. 9. Tangens kök 3'ü. Tangesdə də belədir qayda. Tangens x bərabərdir A-da. A müsbət olanda x bərabər birbaşa ilə hazır. Arc tangens A üstə gəlir pi k. Yəni tangens neçədə alır kök 3'ü? 60 dərəcədə. Pi bölü 3 üstə gəlir pi k. 9'a B variantı. 10. sual. Tangens -1'i. -1 olanda isə tangensin mənfi atırı qarşıya. Yəni olur elə x bərabər mənfi arc tangens A. Yəni burada qorxu yoxdur. Elə birbaşa -45. Tangens 1 neçədə? 45'də. -1 alır -45'də. Üstə gəlir pi k. 180 k. Kotangens kökə. Kotangesdə də eyni bir prosesdir. Kotangens x bərabərdir A-ya. Mən yeni prosesə görə yazıram. Çünki güvəndə hələ tam dəyişməyib. Arc kotangens A üstə gəlir pi k. Kotangens kök 3 bölü 3'ü 60 dərəcə alır. Pi bölü 3. Üstə pi k. 11'ə B.
12 kotangis mənfi olanda isə bu kosinüsdəki kimidir. A sıfırdan kiçikdir. X bərabər isə də plus minusu yoxdur. Pi çıxaq arq kotangisa. Yəni pi çıxaq kök altı alır pi bölü 6. Pi bölü 6 üstə pi k. Bu deyir 5 bölü 6. O da hansı variantdadır? C'də. 13. İndi gəldik buraya. Kosinüsün pi k. İndi bunu arıcı hesablayaq. Dedik ki kosinüsdə nədir? 3 bölü 2. Ondan qarşılığında qabaq rahat yol. 3 bölü 2 çıxaq x. Bu 270 dərəcə çıxaq x. 270 çıxaq x neçənci rübdür? 3-cü rüb. 3-cü rübdə kosinüs işarəsi mənfi. Və 270'də ad dəyişir. Olur sinus mənfi sinus x bərabərdir. Mənfi kök altı 3 bölü 2. Hər tərəfinə mənfiyə vururam. Sinus x bərabər kök altı 3 bölü 2. Sinusda nə alırdı? Mənfi 1 üstü k. Sinus kök altı 3 bölü 2'ni 60'da. Pi bölü 3 üstə pi k. Pi bölü 3. 13 E variantı. Çox maraqlı bir sualdır. Birinci çevirməni eləyib sonra yazmaq lazımdır. Yoxsa plus minusla yazsaq heç cür cavab alamayacağız. 14'də sinus 2x'i bərabər 1'ə. Sinus 1 xüsusi düsturlardan sinus 1'i nə zaman alırdı? X bərabər pi bölü 2 üstə gəlir 2 pi k. Yazırıq 2x bərabər pi bölü 2 üstə gəlir 2 pi k. Hər tərəfini 2'yə bölürük. Olur x bərabər pi bölü 4 üstə gəlir pi k. 14 A variantı. 15. Tangens 1'i neçədə alırdı? X plus pi bölü 6 tangens 1 alırdı. Pi bölü 4 üstə gəlir pi k. 45 dərəcə üstə gəlir 180 dövrü. X də bərabər pi bölü 4 çıxaq pi bölü 6 üstə gəlir pi k. Bu da bərabərdir. 12 məxrəc gedəndə 12'də 3 pi çıxaq 2 pi. Bu da 12'də pi üstə pi k. E variantı. 15'e E variantı. 16. Sinüs 5 pi bölü 5 çıxaq 2x bərabər 2 bərabər. İndi əvvəl yazırıq. Pi bölü 5 çıxaq 2x bərabər. Sinusun 2 1'ini alır. Mənfi 1 üstü k. Vuraq. 2 1 alır 30 dərəcə. Pi bölü 6 üstə pi k. Burada indi necə edirik? Pi bölü 6 ilə bizim işimiz yoxdur. Atırıq sağ tərəfə. Olur mənfi demək 2x bərabərdir. Yəni mənfi 2x bərabərdir. Mənfi 1 üstü k. Biz bu işarəsidir bu pi bölü 6'nın. Çıxaq pi bölü 5 üstə gəlir pi k. Hər tərəfində bölürük 2'yə, mənfi 2'yə. Bu olur mənfi 1 üstü k. Pi bölü 12. Mənfi 2'ye bölünür plus olur. Pi bölü 10 üstə gəlir pi k bölü 2. Görə böyle bir cevabımız var mı? Pi bölü 12 üstə pi bölü 10 üstə pi k bölü 2 deyib. Baxın. Variantı. Birdən gəlir pi bölü 6 ilə pi bölü 5'i çıxarsın. Xeyr, bu vurmadır. Bu pi bölü 6'nın mənfi və ya müsbət olmağı deməkdir. 17'də sinüs 3 bunu atıram sola. Bərabərləşdirir sıfıra yazmaq üçün. Bu da sinüs 3 çıxaq x'dir. Düsturumuzdur. Bərabər sıfıra. Sinüs 2x bərabər 0. Sinüs də sıfıra alırdı pi k'da. X'e bərabər pi k bölü 2. Və ya pi m bölü 2. Fərqi yoxdur. Yəni k orada daxil et. 17'ye B. 18. Bu bizim düsturdur. Dünənki videomuzda izah eləmişik. Tangens alfa çıxaq beta. Tangens alfa çıxaq tangens beta bölü 1 plus tangens alfa tangens beta. Düsturu bilən yazacaq. Bu da olur tangens. Neçədir bu? 4x'dən 2x. 4x çıxaq 2x bərabərdir. Kök altı burada 2x bərabər. Tangens kök altı neçədir orada? 60 dərəcədir. Pi bölü 3 üstə gəlir pi k. Hər tərəfini 2'ye bölürəm. Pi bölü 6 üstə pi k bölü 2. 18'de variantı. 19. Əvvəlcə 19'da. Kök altı 3 çıxaq 4 sinüs yazırım 2 vuraq 2 sinüs 2 kosinüs x yazırım başa düşmək üçün. Bərabər sıfıra. Bu deyir 2 bunu da atırım sağa. 2 sinüs 2x bərabərdir kök altı 3'ə. Buradan sinüs 2x bərabərdir kök altı 3 bölü 2'yə. 2x bərabər sinüs neçədə olur? Mənfi 1 üstü k. Pi bölək
60 dereceler pi bölü 3 üstü pi k. Her tarafını 2'ye böldüm. Pi bölü 6 üstü pi k bölü 2. 19 adı 20. 20'də necə yazırıq? 20'də əvvəlcə bunu ataq sağa. Bunu ataq sağa. Ümumiyyətli ifadəni. Olsun kosinus kvadratı x plus pi bölü 4. Çıxaq sinus kvadratı x plus pi bölü 4. Bərabər 2'də 1 atılmış olur. Mənfi 2'də 1. Bu da bizə kosinus 2 alfanı verir. Kosinus 2 vuraq x plus pi bölü 4'ü verir. Tələsmək lazımdır. Birinci vuraq ataq. 2x üstə gələ pi bölü 2 edir. Bu da bizim çevirmə düsturudur. Pi bölü 2 üstə gələ 2x. Ümumiyyətlə pi bölü 2 üstə gələ 2x neçənci rubdur? 2-ci rub. 2 və yaxud 3 burada mənfili kosinus. Və ad dəyişir. Olur sinus 2x bərabərdir mənfi. Mənfi 2'də 1. Buradan da alınır sinus 2x bərabər 2'də 1'ə. Sinus 2'də 1 neçədə alır? Mənfi 1 üstü k. Pi bölü 6 üstə gələ pi k. Her tarafını 2'ye bölsək, mənfi 1 üstü k, pi bölü 12 üstə gələ pi k bölü 2. Bu da hansı variantdadır? Variantı 20'ye. 21. Müxtəsər vurma üsulunu yazaq. Kosinus kvadratı 2 çıxaq sinus kvadratı 2. Kosinus kvadratı 2 plus sinus kvadratı 2. Bərabər 2 kosinus 2. Bu verir bize kosinus 2'si. Bu ise verir 1. İhtiyaç yoksa beraber 2 kosinus 2x. Ve bunu da necə yazırıq? 2 kosinus 2x çıxaq kosinus 2x beraber 0'a. Buradan alınır kosinus 2x beraber 0'a. Kosinus 0 neçədə alırdı? Pi bölü 2 90 ve 270 plus pi k. Her tarafını 2'ye böldüm. Pi bölü 4 üstəyə pi k bölü 2. Xüsusi düsturları. Hamısını öğrenmək lazım ki bunları bilək. Bu da 21'ə də D variantı. 22. Burada nəyə çıxada bilərim ölçüdə qaban? Sinus x'i. Sinus x'i çıxarsaq kosinus x plus 3 qalır. Hər birini sıfıra bərabərləşdir. Sinus x bərabər 0. Kosinus x plus 3 bərabər 0'a. Buradan kosinus x bərabərdir mənfi 3. Kosinus mənfi alamaz. Bu boş çoxluq. Sinus bir 0 neçələrdir? Pi k. Pi'nin yəni. 22'ci. 23. Yine sinus x'i çıxardırım ortada. Qabana qalır burada sinus kubu x üstə gəlir 4. Sinus x bərabər 0'a yine x bərabər pi k. Sinus kubu x plus 4 bərabər 0'a. Sinus kubu x bərabərdir mənfi 4'ə. Sinus da ne zaman mənfi 4 alır? 1 nə mənfi 1 nə və kuba yüksəldir. Heç vaxt mənfi 4 eləməz. Bu da boş olur. Pi k. 23a. 24. Bu tip suallar necə yazır? Kosinus x var hər birində. T yazıram. T kvadratı çıxaq 5t plus 4 bərabər 0'a. Viyyətlə köklər cəmi 5. Köklər hasili 4. Bu da 1 ilə 4'tür. Gətir qoruq yerinə. Kosinus x bərabər 1'ə. Kosinus 1'i alır 2 pi'ndə. 2 pi k. Kosinus x bərabər 4'ə. Kosinus 4'ü almır. Boş çox. Bizə 2 pi k lazım. 24'də a. 25. Heç vaxt buna birbaşa kvadratı yüksəltmək yox. Birinci bunu dərəcəni aşağı sal. Dərəcəni bu cür misallarda. 1 çıxaq kosinus 1 plus daha doğrusu kosinus 2x bölü 2. 1 plus kosinus 2x bərabər 2'ye, kosinus 2x bərabər 1'ə. Kosinus da 1'i neçə alırdı? Xüsusidir. 2 pi k'da hər tərəfini 2'ye bölürəm. Olur pi k. 25'ə a. 26 bak burada da dərəcəni aşağı sal. Kvadratlarda həmişə dərəcəni aşağı salın. 1 çıxaq kosinus 2x bərabər 2'ye, kosinus 2x bərabər mənfi 1'ə. Mənfi 1 olduğunda isə kosinusda pi üstə gələ 2 pi k olur. Hər tərəfini 2'ye bölürəm. Pi bölü 2 üstə pi k. O da hansı variantdadır? 26'ya E variantı. 27. Burada ise her birini sıfıra beraberleştirir. Sonra əsas məsələ soradır.
3x beraber pi k'ya, x beraber pi k bölü 3'e, 2x beraber pi k'ya, x'e beraber pi k, birine pi k yazar, birine pi n yazar. Pi n bölü 2. Sonra şu an bu yazılardan sonra burada değer vesayetini imeni, bakın bu sual var. Değer vesayet güvenin. Diyor ki buralarda ikisi hasıl verilen, sinüsler hasıl verilen diyor, tenin köyleri tapılır. Diyor pi k bölü 3'ün hellerinden pi n bölü 2 alınır ama pi n bölü 2'nin hellerinden pi k bölü 3 alınır ve bunlarda ümmeti yazı var, orada sözün yazır. Birleşme götürülür. Birleşme ne demekti? Yani her ikisini götürür. E varyantın. Bakın gösterebilirim size değer vesayetinden buna. İmeni bu sual var. Sinüs 3x, burası sinüs x beraber 0. Değer vesayetinin her biri biz yazan kimi hell olunur ve yazdı ki k ve n'yi kıymetlendirmeye de x beraber pi k bölü 3 ellerinden pi n bölü 2 elleri veya pi n bölü 2 ellerini alınmır. O zaman tenliğin helli her ikisi götürür. Bakın burada da aşağıda bir husus yazır. Birleşme götürür. Birleşme. Bu da çok vacip değil. Bunun değer vesayetine ümumiyyətlə izahlara baxmaq, qaydaya baxmaq çox məsləhət bilir həmişə. 28-ci suala baxaq. 28-ci sualı nədir? İndi 28-ci həmən sualdandır. Həmən sualı burada bir başqa cür həll yolu var. Sinüs 6x bərabər 0, sinüs 2x bərabər 0. 6x bərabər sinüs 0 alır pi k'da, 2x bərabərdir, bu da alır pi k'da. Bu da olsun pi. X beraber bu olsun pi k bölü 6. Bu da olsun pi n bölü 2. Bir dediğim gibi diğer orada yazmış ki birinin həlli pi k bölü 3'ün həlli pi n bölü 2 ile ödüyor. Ama pi n bölü 2'nin həlli burada ödemediğine göre birleşme götürdü. Burada ama ikisinin de həlli birbirinde ödediğine göre necə? 11'e başlamışsa k'ya 1 verirəm, bu edir 30. Pi 180, 180 bölü yazsa. N'e 1 veririm. Burada olur 90. K'ya 2 versem 60. 180 veririm ki 360 bölüm 6'ya. N'e burada 2 versem erir 180 2 360 bölü 2 180. 30'dan bundan bunun hell alınır. Pi k bölü 6'dan bunun hell alınır. 90'dan da pi n bölü 2'den de pi k bölü 6 alınır. Çünkü 90 30'a bölünür. Ümumiyyətlə onda her ikisi alınırsa onda EBOB götürür. EBOB. Yani mesela 30 ile 90 EBOB'u 30'dur. Veya 60 ile 180'in EBOB'u 60'dır. Yani burada EBOB elə birinci olduğuna göre cevap olur pi k bölü 6. 28'de var yani bu üsul daha yaxşıdır. 29'da kosinüs x beraber 1'e. Kosinüs 1'i neçədə alır? Her ikisinde. Mənfidə də müsbətdədir. Moldan həmişə müsbət çıxdığına görə müsbət götürəcək. Kosinüs x bərabər 1'i. Kosinüs də 1'i alır. 2 pi k'da, amma burada bir məsələ var. Mənfidə də yenə müsbət alır deyə. Yəni modun içərisində mənfi onda müsbət 1 alır deyə. Demək həm ədəd oxunda, daha doğrusu koordinat sistemində həm sıfırda alacaq kosinüs 1'i. Həm də 180'də də mənfi 1'də də müsbət 1 olduğuna görə dövrü 2 pi k yox, elə pi k götürəcək. 29'da C. 30. Şimdi burada her birini sıfıra beraberleştirdik. Tangens x beraber kök at 100. Tangens kök at 100'ü de alırdı. Pi bölü 60 derece. Pi bölü 3 üstüne pi n. Pi k dedik. Burada kosinüs x beraber 0 yazdım. Kosinüs de 0 alırdı. Pi bölü 2 üstüne pi k. Ama burada kosinüs 0 aldığı yerde tangens təyin olunmuyor. Çünkü tangens 90'a təyin olmuyor. Tangens 90'a təyin olmuyor ki pi bölü 2 üstəyə pi k'nı yox. Pi bölü 3 üstəyə pi k'nı götürürük. Tanges'e göre. 31. Burada ise bu da değer vesayetine verilir. Bu tip soruların həlli. Ne zaman bu 2 olabilir? Kosinüs maksimum 1 alabilir. Ve her ikisi 1 olanda. Yani burada her ikisi 1 olan halinde. Kosinüs x beraber 1'e. Kosinüs 1'i alır 2 pi k'da. Həmçinin kosinüs 2x beraber 1'e. Bir de 2x beraber yani 2 pi k yazsa x beraber pi k. Ve indi her ikisini de bu şekilde toplamı verilende ise
Yazı var ki değer vəsaitinin hər ikisinin ekobunu götür. Ekob 2 pk, pk. Onların ekobu 2 pk. Toplam olanda ekob götürülür. Değer vəsaitinin hamısının izahı var. 32'de yine eyni bir proses. 2 olmasın kosinüs 4x beraberdir 1'e. 4x beraber 2 pika'ya. X beraber pika bölü 2'ye. Her tarafını 2'ye böldük. Kosinüs 2x beraberdir 1'e. 2x beraber 2 pika'ya. X'e beraber pika. Ve bunların ekobunu tapsam bu 90 derece deməkdir. 1 qoysam bu 180 deməkdir. 90'ın 180'in ekobu 180. Demək onda cevap ne olur? A variantı. Ekop tapılır toplamada. Ama 33'te yok. 33'te her ikisinin derecesini aşağı salma düşünü yazırıq. Bu olur kosinüsde 1 plus kosinüs 8x bölü 2. Üste gelip bu birisinin olur 1 çıkar kosinüs sinüsde 12x bölü 2. Ve burada orta məxrəcə 2 gətsəm 1 plus kosinüs 8x çıxar, üstə gəlib 1 çıxar kosinüs 12x. Bu deyir 2 çıxar, üstə gəlib kosinüs 8x çıxar kosinüs 12x bərabərdir 2'ye. 2'ler de gedir. Geldiğini kosinüs 8x çıxar kosinüs 12x'i çevirmək. Mənfi 2 dön yazmışım sinüs topla bölçüyə. Sinüs çıx bölçüyə. Bu da deyir mənfi 2 sinüs 12x vura sinüs mənfi 2x. Hemen bu sinüsün mənfisi de kesir qaba olur müsbət. İndi hər birini sıfıra bərabər. Sinüs 10x bərabər sıfıra. Sinüs 2x bərabər sıfıra. 10x bərabər pikaya. X bərabər pika bölü 10. Burada da 2x bərabər pikaya. X bərabər pika bölü 2. Burada da ədəd qoysam bu 18 derece eləyir. Bu eləyir 182 90 derece. Yine bir yax kimi 18 90'ın həlli 90 18'i həlli olduğuna göre əbob tapırıq. 18 ilə 90'da əbobu ilə 18'dir. Yəni pika bölü 10. Əbob. Vurmalarda əbob tapdıq, toplamalarda ekob. 34 sinüs x beraber tangent x. Yazır burada sinüs x beraber sinüs x bölü kosinüs x. Bu da hasıl yazsaq sinüs x kosinüs x çıxaq beraber sinüs x'e. Bu da sinüs x kosinüs x çıxaq sinüs x beraber 0 yazsam. Sinüs x'i çıxarsam mörtədə qabanı qalır kosinüs x çıxaq 1 beraber 0'a. Burada ilə sinüs x beraber 0'a. X beraber pika. Kosinüs x çıxaq 1 beraber 0'a. Kosinüs x beraber 1'e. Kosinüs 1'in neçədə vardı? Pi bölü 2 üstəyə pika. Ve kosinüs 90'da tangent bu təyin olmadığına göre hemen bu 90 cavabını götürməyib. 90 cavabını götürməyib. Nəyə götürəcək? Pikanı. Yəni pi'ni. Tangentin təyin olmadığı yer. 35'de yine kvadrat olduğuna göre derece aşağı salma. 1 plus kosinüs 8x bölü 2 beraber 4 bölü. Çünkü derece aşağı düşürür. Kosinüs kvadrat x 1 plus kosinüs 2x bölü 2'dir. 1 plus kosinüs 8x beraberdir. Daha doğrusu 4 plus vurvatın 4 kosinüs 8x beraber 2'ye. 4 kosinüs 8x beraberdir mənfi 2'ye. Kosinüs 8x beraberdir mənfi 2'də 1'e. 8x beraberdir yazırıq plus minus. Dedik pi çıxar. Pi bölü 3 60 derecede. X'e bu da 8x beraber plus minus 2 bölü 3 sayı 2 pika. Her tarafını 8'e bölürük. 2 bölü 24. Üste göre pika bölü 2 pika bölü 8'e. Bunu da sadeleştirse plus minus pi bölü 12 üste göre pika bölü 4. İndi məsələ nədir? İntervalına daxil olan həllərin sayını tapın. Şimdi buradan bir ədəd qoyacaq k'ya. Hansında 0-90 arasında aralığı var. Əsas məsələ ilə belədir.
K'ya 0 versə pi bölü 12 edir. Pi bölü 12'də plus. Minus. Mənfi və müsbət. Mənfi olanda həmən yer al. Müsbətin götür pi bölü 12. Mənfisini götür mən pi bölü 12. Alımı müsbət gedir. Biri pi bölü 12. K'ya neçə verdik? 0 verdik. K'ya 1 verdik. K'ya 1 verəndə ikinci halın içine yoxlayacağım. Pi bölü 12 üstə gələ pi bölü 4. Bu da 12'də pi üstə gələ 3 pi. 12'də 4 pi, bu da pi bölü 3. Bu alınır. Biri də pi bölü 3. Sonra mənfisi olanı mən pi bölü 12'dən çıxacaq, üstünə gələcək pi bölü 4. Bu da 12'də mənfi pi üstə gələ 3 pi. 2 bölü 12 bu deyir pi bölü 6. Bir də pi bölü 6 ödədi. K'ya 2 versək. Plus minus pi bölü 12 üstə gələk 2 versə pi 2 bölü 4. O da pi bölü 2 edir. Müsbətin bir daha götür. Pi bölü 12 üstə gələk 12'də 6 pi. 7 bölü 12. Bu da 180 götürün. 180 ile 12 kısa geçse 15 7'den vursa 15'e alınmır. Mənfi götürsə mən pi bölü 12 üstə gələk 6 pi bölü 12. Bu da 5 bölü 12. 180 koysak yerine 5 vuraq 180 bölü 12. 15 75 ödüyor. Bir de oldu 5 bölü 12. Biri mənfi götürsə mənfi də uzun gedəcək. Cavab 4-dür hələ. Gələ hər birini yoxlayaq bir-bir. Çətin suallardan biri də blok səviyyəli. 36. Birinci bunu kosinus pi çıxa eksi rübə görə. Bu ikinci rübdür. İkinci rübdə kosinus mənfi. Ad dəyişmə olur müsbət. Mənfi kosinus x bərabər mənfi kök altı 2 bölü 2. Hər tərəfinə mənfi vururam. Və kosinus da kök altı 2 bölü 2'nin plus minus. Pi bölü 4 ise 2 pi. 2 pi k fərqi yoxdur. 36'ya C variantı. 37. Bu da düsturdu bize sinüs x plus sinüs alfa kosinüs beta kosinüs alfa sinüs beta. Beraber 1'e. Sinüs 1'i neçədə alır? Sinüs 1'i alır 90 derecede. Veya 1'e yazır. Pi bölü 2 ise 2 pi k. X'e beraber pi bölü 2'den 25 dereceden çevirək. İlə 2 pi kan yazdım. Pi bölü 2 90 derece çıxaq 25 derece. Bu yeri 65 derece. 65'i gəlin çevirək. 65 vura pi bölü 100'ə radyana çevirək. 5'e kısa geçsə burada qalır 36. 5'e kısa geçsə bu yeri 13 pi. 37 E variantı. 38 tangens kotangens ilmeğin yerine tangens yazabiliriz 70 derece. Çünkü 90'lık kardeş demiş. 2x plus 10 beraber 70'e 2x beraber 60 derece x'e beraber 30 derece. 30 plus pi k. Böyle 2 olacak çünkü 2'ye böleceğiz. 38'de E variantı görsene ne kadar. 30 dereceden 10 derece. 39 kos mənfi təninin en büyük mənfəlini tapın. X beraber plus minus pi çıxaq pi bölü 3 üstə gələ 2 pi k. Plus minus 2 pi bölü 3 üstə gələ 2 pi k. İndi burada en büyük mənfi tam həlini tapmaq üçün birə mənfisini götür, birə müsbətini götür. 0 qoysa müsbət 2 bölü 3. K'ya 0 verirse 2 müsbətin götüren 2 bölü 3 mənfisini götüren mənfi 2 bölü 3. Bu da bize verir mənfi en büyük. K'ya 1 verirse 3'e böyüyür. 2 verirse mənfisini götürene bakın mənfi 2 bölü 3 çıxaq 2 pi məsələn mənfi 1 verir. Bu böyüyür. Böyütsə bize en büyük mənfi tam əlli bu C variantı birbaşa. Böyük daha doğrusu kiçilir. 40. sual. Kosinüs x
vuraq 2 plus bunu 1'e yazır. Kosinüs x vuraq. 2'nin bir parçadan 1 plus tangents kvadrat x. Bu doğru kosinüs x vuraq 1 plus bunu yerine yazın 1 bölü kosinüs kvadrat x. Bunu da vurub atıram. Olur kosinüs x üstə gəlir. Bunu buna vuranda 1'i gelir. Qalır kosinüs 1 bölü kosinüs x. 2 tam 5'te 2 tam 2'də 1 yazırıq. Və burada bir məsələ var. Nədir məsələ? Çox bir maraqlı məsələ. Ümumiyyətlə koş bərabər A sıfırdan böyüksə ədəd və özünün tərsi 2-dən böyük bərabərdir. Burada da baxırıq ki, ədəd və özünün tərsi 2-dən böyük bərabər. 2 tam 2'də 1 olsa bu hansı ədəd olar? A'ya 2 versə, baxaq. A'ya 2 versə bu 2 plus 2'də 1 edir. 2 tam 2'də 1. Bunu bu cür yazanda kosinüs x bərabər 2 alınır. Burada da həll yoxdur. Demək onda bu üsul alınmadısa, keçir ikinci üsula. Orta məxrəc gətirir kosinüs x-də kosinüs kvadratı x plus 1 bərabər 2 tam 5 yazı vurub atırıq. Kosinüs kvadratı x plus 1 bərabər 2 tam 5 kosinüs x. Və hər tərəfin 2'yə vurub olur 2 kosinüs kvadratı x çıxaq 5 kosinüs x üstə gələk 1 bərabər 1 yox daha da 2. Kosinüs x'e de bir t deyib həll edirik bunu. Olur 2t kvadrat çıxaq 5t plus 2 bərabər 0. Buradan diskriminant bərabər 25 b kvadratı çıxaq 8 16. T1 bərabər 5 plus 3 bölü 2 vuraq 2. 2 T2 bərabər 5 çıxaq 3 bölü 2 vuraq 2. 2 bölü 4 2'də 1. Və həmən kosinüsündə 2'də 1 aldığı yer. Plus minus pi bölü 3 üstə gəlir 2 pi k. 40 variantı. 41. Sinüs 0'ı neçədə alırdı? 0'da x çıxaq 15 dərəcə. Yanlış cavab sorulardı. Bərabərdir 0'da x bərabər 15 dərəcə. 41'ə 15. 42. Ən kiçik müsbət 50. Ta pi k'ya ehtiyac yoxdur. 3x plus 45 dərəcə pi bölü 4 bərabər kök 60'dır. 3x bərabər 15. 60'dan 45 çıxdı. X bərabər 15 3'ə böldük 5 dərəcə. 43. K'nın hansı ən böyük tam qiymətində tənliyin həlli var? Ümumiyyətlə sinüsün və kosinusun bundan qabaqki misallarda izah eləmişdik ki, A sinüs kx. Üstə görə B kosinüs kx-də qiymətlər çoxluğu kök altda A kvadrat plus B kvadratdır. Bu deyir 6'nın kvadratı plus 8'nin kvadratı. Bu deyir 100, onun kök çıxır 10. K'nın ən böyük qiyməti, tam qiyməti 10, ən kiçik qiymət mənfi 10. Yalnız cavabda 10'u götürürük. 44. Yine kök altı 4'ün kvadratı plus 6'nın kvadratı. 16 plus 36 kök altı 52. Demek bunun qiymətlər çoxluğu mənfi kök altı 52 ilə müsbət kök altı 52 parçası. K'nın en büyük tam qiyməti 52'den kiçik 49'dan kök çıxır 7. 45'te 2 sinüs x bərabərdir. Kök altı sağa keçirim. Kök altı 3. Sinüs x bərabərdir. Kök altı 3 bölü 2. Sinüs de kök altı 3 bölü 2 neçədə alır? 60 derecede. 45'e 60. 46. 2 kosinüs x bərabər kök altı 2'ye. Kosinüs x bərabər kök altı 2 bölü 2. Cavab 45 derece. En kiçik müsbət kök. 0-2 pi aralığında neçə əlli var? İndi bunu yazırıq. Sinüs x'i çıxardırım ortaya. Qabana sinüs 2 çıxar 3 qalır. Sinüs x bərabər 0'a, x bərabər pi k. Sinüs x çıxar 3 bərabər 0'a, sinüs x bərabər 3'ə. Sinüs 3 alınmaz. Boş çoxluq. 0-2 pi parçasını k'ya 0 versək. 1'i burada alınır 0. K'ya 1 versək. Alınır x bərabər pi. K'ya 2 versək 2 pi alınır. 2 pi de orada daxil deyil. K'ya mənfi 1 versək mənfi pi orada daxil deyil. Ona görə tənliyin kök oldu. 2 pi daxil olmadı. 2'dən kök. 47 cavab nə oldu? 2. 48. İndi burada yine kosinüs x'i çıxardıram ortaya qabana kosinüs x plus 2.
Kosinüs x beraber 0'a, x beraber pi bölü 2 üstü göre pi k. Kosinüs x plus 2 beraber 0. Kosinüs x beraber menfi 2. X beraber boş çoxlu. Çünkü kosinüs x var. Menfi 2 alanmaz. Menfi 1 alır. K'ya 0 versək alır pi bölü 2. K'ya 1 versək alır 90 plus deyək ki pi bölü 2 üstə pi. Bu deyir 2'də 3 pi. 270 daxildir. K'ya 2 versək pi bölü 2 üstə görə 2 pi. O da 2'də 5 bilir. O da 2 pini aşır. Demək neçədən kök oldu? Burada da 2'dən kök. Online dərslər üçün və yaxud əyan dərslər üçün nömrə ilə əlaqə saxlaya bilərsiniz. 49 kosinüs pi bölü 4'ü 45 dərəcəni neçədə alır? 45'i alır. Kök altı 2 bölü 2. Yani bu ifade ne zaman 45'e her tarafını kosinüse yani 2 çıxıb 1 böyle 5 kök altı 2 beraber kök altı 2 bölü 2'de pi bölü 4 alır. Bunu vurub açıram. 2'ni vururam 4 2 çıxar 2 beraber 5 kök altı 2 vururam kök altı 2'ye. 4x beraber 5 kök bu 10 plus 2. 4x beraber 12 x beraber 3'e. 50 tangent pi bölü 4'ün ise 1'dir. X 3 bölü 4 beraber 1. X 3 beraber 4'e x beraber 7'ye. Bu kadar trigonometriklik. Əziyyətə qarşı kanala abunə olub paylaşmağı unutmayaq ki, hər bir şagirdimiz yararlana bilsin.